Bəli dostlar, bu dəfə şəxsi tikiliş evimizin təqdimata gəlmişik. Yerləşmə yeri Binə qəsəbəsi Məxmərdən qabağa Elnur Marketin yanında. Tam asfaltın üstüdür, görürsünüz? Asfalt. Yəni ayağın palçıq görmür. Evimiz şəxsi evdir. Qazlı da şotskidə var, işıq şotskidə. Gördüyünüz kimi ətraf damısı ağaclıq, güllü, çiçəkli yerdir. 2 sot yarımdır. Sanitar qovşağı həyətindədir, addenli. Belə sanitar qovşağı. Gördüyünüz kimi burada da bir otaq tikiblər, əl damı kimi istifadə eləmiyorlar. Sağı, solu, hər tərəfi yaşıllıqdır. Yəni əsl bağ evi buna demiyorlar da. Bax elə burada da otur manqalı çək. İstirahət verir, bax, bura bax. Suyu quyu suyudur, qaz işıq var. Belə bir gözəllik. İndi evin daxilindən danışırıq. 3 otaq evdir dostlar. Yerdən də kürsülüdür. Qiymət də ki 50 min. Həqiqətən də ucuz qiymət deyilir. Baxın, divarlar, arxa, hər tərəfə keçid var, məsafəlidir. Qalxaq evimizlə tanış olaq. Girən kimi zal sistemidir, gördüyünüz kimi. Dostlar, ən əsas bunu qeyd edirəm. Evin qabaq hissəsi qoşadaşdır, digər tərəfləri təkdaşdır. Bəli, təkdaşdır. Padvaldan qoşa gəlib, amma üst tərəfi təkdaşdır. Kondisioner qalır, kuxuna mebeli qalır. Qalan gördüyünüz əşyaların hamısı götürüləcək. Bir dənə də belə götürək. Evimiz geniş evdir. Baxın, kuxuna mebeli qalır. Genişdir. Həqiqətən otaqlar çox genişdir. Bu bir yataq otağı və bu da digər yataq otağı. Gördüyünüz bu tört-töküntü əşya hamısı yığışdırılacaq. Yəni ev boş təhvil veriləcək. Kuxuna mebeli ilə kondisioner, bir də lazım olsa lüstrları da saxlayarıq. Qiymət 50 min. Tələsin dostlar.